Herkese salam dostlar, YouTube kanalıma hoş geldiniz. Ben İsmail FF, bugün sizinle birlikte yeniden Free Fire'la beraber dostlar. 2 gündür vaxtım yok idi video atmağa, ama indi şükür Allah'a bir boşluq tapmışam. Videoları bəyənib kanala abunə olmağı unutmayın. Dostlar, bugünkü videomuzun mövzusu nədir? Bəziləri var, Nisa'yı aldığı altın Romla 8-9 ayda platformada yoxam. Bir ara gəldim, sonra təzədən getdim, sonra təzədən gəldim. Hə, platformada ki, mənim haqqımda nələr danışırlar kişi. Bəzi o ergin qızlar doluşub yenə platformaya, göz aləmlərində bombadan. Amma bu əziyyət çəkən oğlanlara heç nə atmırlar. Yəni elə qızdan orada yayım açır, bir iki cümlə söz danışır, bilət. Hamısı gedib ona 70 kişilik götünə girəni eləyirlər. Ümumiyyətlə yadımdan çıxdı, bu video ümumiyyətlə 18 yaşdan kiçik olan şəxslərin baxmağı tövsiyə olunmur. Hə, demək istəyirəm ki, buradan o qızlara, mənim platformada haqqımda gizli danışan o bəzi ergin qızlar, sizin var yoxunuzu sikim, nəslinizi sikim, kökünüzü sikim, oğlan qız qarışığa, yaxşısından iraq. Yaxşı, sizin nəslinizi, kökünüzü sikim. Bax, mən deyirəm də sizə, bu platforma ki, bax bu oyun platformasında sizə belə lazımdır. Siz ancaq sikənə hörmət qoyursunuz. Hə, biri var idi, 3 dənə qız paylaşmışdı maç. Özdə promo qızlarla şey eləyirdim mən. Agresif qızlarla olurdu. Nəsə onların var yoxunu kim onun videoda demişdim ki, onların videosunu çəkəcəm. Hə, biri nə idi adı? Adı dostlar, bax belə idi. Bax Sons var ya, bax bu şəkildə idi. Adı Sons. Buradan demək istəyirəm ki, mən belə eləyir, sən olsa platformada tanıyırlar. Düz deyəsən, mən qəşəng tanıyırlar. Prosto ki, mən sizinlə mübarizə aparsam, bu platformada gərək mən oyun videosu çəkməyim də. Sizin sahə hesabınız o qədərdir ki, sizin kökünüzü kəsmək mümkünsüz bir şeydir. Sizin kimi qəhbələrin kökünü kəsmək mümkünsüz bir şeydir. Sons, buradan demək istəyirəm ki, belə də öyle adı. Prosto ki, adı bəzəkli düzəkliyi Sons idi. Xahiş edirəm takipçilərim, mən çox istəyən, mən xətrimi istəyən yoldaşlar, onu görsəz. Yağlayın, var yoxundan girin, nəslindən çıxın. Deyək ki, İsmail FF deyir ki, kimsən yaşayışıvı. Bax, belə də deyin elə üzünə. Hə, başqa, onun xaricində dostlar, bu platforma bəzi götünə başına yaxınlarına doluşub. Nə bilim, yəni olmur da dostlar belə şeylər. Bu arada hesabda elədiyim fəaliyyətlər sizə, bu et dərəcəli modunda kahramana çıxdım. Neyiniyim bir dənə yalnız kurt oynayayım, əsəbimi soruşsun. Hayır, nə bilir, sənə platformada tanıyırlar. Ay sağ ol, düz deyirsən, mənə tanıyırlar, amma səni tanısalar səni sərf eləməyəcək də. Mən bu platformada saldığım qəhbəxananı sən sala bilmirsənsə, o sözü mənə demək ki, bu platformada səni tanıyırlar. Son bu videoya baxsansa, sən nəslini sikim mən. Cicdillah bilət. İndi deyəcəklər, abi biz İsmail FF-i söyək, İsmail FF-i söyək. Bizi də paylaşsın. Yox qaqa, mən səni paylaşmayacağam. Sizə sərf eləyən şey eləməyəcəm. Prosto ki, ona sərf eləməyən şey eləyirəm mən. Bu arada dostlar, videoları bəyənib kanala abunə olmağı unutmayın. Ergin qızlar belə doluşub, biri sevgili axtarır, bir nə bilim qeyrətdən danışır. Ay kişi, qeyrətdən danışan belə yerdə bilsən ki, sən qabağına nə cür adamlar çıxacaq da, çünki belə yerlərdə. Nə gəlib burada qeyrətdən danışırsan? Vallahi yaşayış yox deyir. Günə 5 dənə oğlandan oynayır, ay kişi, 5 dənə oğlandan. Gəlib orada qeyrətdən danışır. Oğlan da ağzından çıxmayan söz yoxdur da. Nə bilim. Nasıl bundan kafa atabilirim o? Normal oyuncu da vermədi bizə. Tarama da, mən də tarayacağım. Ben kafa atmaq istəyirəm, kafa atma yöndəmində oynayıram. Nə bilim dostlar, 2 gündə əsəblərim korlanmışdı. İlk dəfə dünyaya girdik, gördüm o qız gəldi mənə böyüdü. Qız takımda mabili, sənə platformada yaxşı tanıyırlar, dedi atdı qrupdan. Ay cicdillah, bilə sən platformada mən elə tanı. Sən dua eləmə, İDV götürə bilmədim də. İDV götürsən var, sən seçdirmişsin kanka. İDV götürsəydim var ya, mən bu takipçilərim.
Sən yaşatmayacaqsın da bu platformada. Harda görsən Paysers cındırıvı çıxardacaqlar da sən o platformada. Tüləyin bir tülək. Hamısı qoçu çıxıb bilet bunların. Məni tanımırlar deyəsən. Mən sizin ikinizi üçünüzü paylaşdım bu bəzi Free Fire'da götündən başını yaxan qızlar. Biraz əsəbləşdim, üzülür sayın dostlar. Ben buradayım niyə yəni? Görün platforma 9 aydır başına ayırıb gedirək. Hani bu platformanın adminləri hara baxırsınız kişi? Zaman nə işlər görür burada? Elmasa boşalan kim? Nə bilim ay kişi. Bir var yox söhüşən kim? Bir-birini paylaşan kim ay kişi? Hara baxır bu platformanın adminləri? Hər şey yaxşı olacaq, mən inanıram. Video neçə dəqiqəsi getdi ala. WhatsAppdan mənə cici şeylər gəlir. Kassaya girək görək. Bu e-paslara heç baxmamışam. Necə paslar var. Və axırıncı dəfə Xaloğlu'nun açdığı paslar paket şəklində asıbdı. Bunlardır. Bunu mən açdım özüm. Axırıncı yəni bunu Xaloğlu açıb, bunu da Xaloğlu açıb. Bu qəşəngdir ha. Oy belə bu nədir? Bu pasdır görən. Desən nə pas olmalıdır. Bu da pasdır. Bax bunu köynəyə mənə çox ləzzət eləyir. Bu televizordur. Bu gladiatördür. Bunu mən özüm almışdım. Bunu da özüm almışdım. Hə bu 6 pası o alıbdı. Onu da almışdım axırıncı gedən əsgər edən vaxtlarımda. O yadıma düşdü. Prosto bu pasların kaykayları vardı. Onlara da baxaq. Ən sevdiklərim bunlardı. Ulduzlamışam ya bax. Ən sevdiklərim onlardı. Bu bəzi kaykaylar var. Bax burada çox gözəl görsənir. Amma oyunda zibil kimi görsənir. Bax bu kaykay şəxsən çox zor görsənir oyunda. Sevirəm də. Bax ən xoşuma gələn kaykay budur. Özüm də bunu istifadə edirəm. Burada şeydir. Öz renkli effekti var ya bax bunun. Silahlar yenəmişək şimdi. Sadəcə o birisi ildə aldığımız neydi onun adı? O etkinlikten aldığımız neydi? Onu biz almıştık yoksa hava olmuştu. Yani bakın. Açsa bu M4A1'di. 25. Paraşüt de almıştı. Ha bunu da alacağız. Burada da MP5 var çok şey. O defa bu 2024'te bunu ben MP5 bilmiştim. MP5 bilmiştim da bunu. Ama bu UMP'ymiş. MP5 buymuş ama. MP5 həqiqətən çox qəşəngdir. Bunu al bile. Əldə böyük görsənir. Bunu alsam gələcək illərdə bunu köhnə old MP5 kimi göstərə bilərəm. Amma o old de olmayacaq da. Neyse. Videomuzun neçə dəqiqəsi getdi. Kısa bir video oldu. Neyse dostlar videomuz bu kadar idi. Videoları beğenip kanala abone olmayı unutmayın. Sağ olun. Gelen videolarımızda görüşene dek gelen videolar oyun videoları olacak. Tabi böyle video seçmeyeceğim. Ne bileyim kimse sövüm yağlayayım. Diye özür. Neyse dostlar sağ olun. Gelen videolarımızda görüşene dek videoları beğenip kanala abone olmayı ve yorumlarda ne məsləhətdir, ne videolar çəkim onu yazmayı unutmayın. Sağ olun. Özünüzə yaxşı baxın.